Bu nə yaşayışdır, bu nə dolanışıqdır, o daima halından şikayətçi olan bəzi insanlar. Dəyərli izləyicilər, həqiqi iman sahibi sakit və saf bir ruh halına sahibdir. Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm mömin olan kəsin bu halına heyran qalmışdı. O buyurmuşdu: mömin kimsənin halı necə də gözəldir. Əgər rifah və bolluq gəlirsə, Allaha şükr edir və bu onun üçün xeyirdir. Əgər çətinlik və müsibət gəlirsə, səbr edir və bu onun üçün daha da xeyirlidir. O Allahın qərarına və qədərinə razıdır. Müsibət baş verdikdə ümidsizliyə qapılmır, narazılıq göstərmir. Nə də bolluq və nemət gəldikdə təkəbbürlü, öyünənlərdən olmur. Əksinə asanlıq vaxtında şükr, çətinlik vaxtında səbr edir. Beləliklə o daim məmnun və sakit bir haldadır. Amma kafir və ya imanında zəif olan insan heç vaxt rahat olmur. Bir çətinliklə üzləşəndə narahat və küskün olur. O özünü Allah tərəfindən haqsızlığa uğramış hesab edir. Allah bizi belə düşüncələrdən qorusun. Bəziləri hətta öz həyatına son qoymağa qədər belə gedir. Çünki dözmək və rahatlıq tapmaqda acizdirlər. Bu cür bir insan daim narahatçılıq içində yaşayır. Özünə baxır və yalnız sahib olmadıqlarını görür. Az mal, mülk, az uşaq, bəlkə heç həyat yoldaşı da yoxdur. Heç bir qohum və ya ailə dəstəyi yoxdur. Öz-özünə deyir, mən bədbəxt insanam, başqalarında görünələr var, məndə heç nə yoxdur. O, Allahın ona verdiyi nemətləri görə bilmir. İmanı zəif olduğu üçün o həmişə narazıdır, daim narahat və məyus olur. Buna görə də bugün insanlar hər yeri qaçırlar. Əyləncə və diqqət yayındırıcı şeylər axtarırlar. Çəkdikləri acıları və yorğunluğu unutmağa çalışırlar. Amma bunların hamısı boşdur. İmandan başqa heç nə o daxili narahatlığı həqiqətən yox edə bilməz. Məhz iman sakitlik gətirir. Çünki sakit ruh iman sahibi ruhdur, rahat olan ruhdur. Bu dünyada da rahatdır, qiyamət günündə də Allahın əzabından qorunur. Rəbbimdən diləyirəm, bizlərin də ruhunu belə etsin. Qardaşlarım, erkən dönəm salih alimlərdən biri belə demişdi: əgər padşah və oğulları bizim yaşadığımız daxili sakitlik və zövqü bilsəydilər, bizimlə bunun üçün qılınc ilə döyüşərdilər. Yəni bunu bizdən almaq üçün. Yəni dünyada padşahlar, rəhbərlər və onların oğulları çox rahat bir həyat yaşayır. Onların bədəninin istədiyi bütün rahatlıqları var. Amma onların ürəkləri möminlərin ürəkləri kimi deyil. Məsəl üçün bir mömin kimsə paltarı köhnədir. Bəlkə də insanlar qatında heç bir dəyəri yox, amma Allah qatında çox dəyərlidir. Onu yağışdan və günəşdən qoruyacaq kiçik bir çadırda yaşayır. Amma o iman sahibidir. Onun həyatı və bu dünyadakı sevinci padşahlar və onların oğullarınkindən daha yaxşıdır. Niyə? Çünki onun qəlbi Allahın nuru, iman nuru ilə işıqlanıb. Təəssüf ki, bir çoxumuzu isə aldadıcı dünya nemətləri sehrləyir. Həqiqətən sehrləyir, bir illüziyaya salır. Qayəmiz ancaq bunları əldə etmək üçün çabalamaq olur. Şeyxülislam İbn Teymiyyə rəhməhullah Allah yolunda həbs olunmuş və çox əziyyət çəkmişdi. Həbsxanaya salındığında və qapı arxasınca bağlandığında o belə demişdi: nəhayət onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır. O bunu Allahın ona bəxş etdiyi nemətə şükür olaraq demişdi, təkəbbürlükdən deyil. Sonra dedi: düşmənlərim mənə nə edə bilər? Onlar mənə nə edə bilərlər ki? Mənim cənnətim ürəyimdədir. Haraya getsəm, oradadır. Bəs bu cənnət nədir? İman, elm və əminlikdir. Əgər məni həbs etsələr, bu təklikdə ibadət etməyim üçün bir fürsətdir. Əgər məni torpağımdan qovarlarsa, bu mənim üçün bir hicrətdir. Əgər məni öldürsələr də, bu şəhadətdir. Subhanallah, buna həqiqi əminlik və sakitlik deyilir. Əgər bugün bizdən hər hansısa birimizi həbs etsələr, ümidimizi itirib şüvənliyimizə salarıq. Ay mənə nə olacaq? Uşaqlarım, ailəm, ay gələcəyim məhv oldu. Amma o dedi: mənim cənnətim ürəyimdədir və doğru deyirdi. Bəlkə də bu Allahın belə buyurduğu sözün sirridir. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqdır. Yəni cənnətdə artıq yaşadıkları ölümdən başqa heç bir ölüm görməyəcəklər. Cənnətdə heç bir ölüm yoxdur, nə birinci, nə də ikinci ölüm. Amma möminin qəlbindəki sevinc bu dünyadan axirətə qədər uzandığı üçün. Sanki onun bütün həyatı həm bu dünyada, həm də axirətdə davamlı bir cənnətdir. Yalnız bir ölüm onu kəsir. Buna görə də arzulayıram ki, Rəhmən və Rəhim olan Allah bizə gözəl sonluq bəxş etsin. Rəbbimdən diləyirəm ki, bizlərə xeyirli ruzi bəxş etsin və daim ona şükr edib, daim halından razı qalan qullarından etsin.